Bölgə TV xəbər verir ki, Ekologiya Az komandası paytaxt və bölgələrdə ətraf mühitin mühafizəsinin hansı formada təşkil olunması ilə bağlı reportajlara start verib. Ekologiya Azın rəsmi nümayəndəsi Dilbər Əzizli bildirib ki, əməkdaşlar bu məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün regional idarələrinin xidmət ərazilərində olacaqlar. Dilbər Əzizlinin sözlərinə görə, Nazirliyin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xidmət ərazisi olan Sumqayıt və Abşeron rayonlarında əməkdaşlarımız müşahidələr aparıblar. Müşahidələr zamanı idarənin müfəttişlərinin xidməti ərazilərdə reydlər və monitorinqlə keçirdiklərinə şahid olunub. Hazırda aktual məsələlərdən biri ağacların identifikasiyası, təmiz hava aylığı çərçivəsində keçirilən tədbirlər, ekoloji maarifləndirmə işləri və ictimai yaşayış obyektlərinin sıx yerləşdiyi ərazilərdə aparılan monitorinqlərdir. 4 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarə Rəisi Asif Məcidov Ekologiya Azı açıqlamasında bildirib ki, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər davam etdirilir. Hazırda Sumqayıt şəhərində ağacların sayımı və identifikasiyası işi aparılır. Rəis əlavə edib ki, ictimai yaşayış obyektləri ilə bağlı 20-dən çox sahibkar barəsində inzibati tədbirlər görülüb. Həmçinin təmizləyici qurğuların saz vəziyyətdə olub-olmaması istiqamətində idarə əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir. Ekologiya Az komandasının hazırladığı növbəti reportajı isə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidmət ərazisi olan Gəncə şəhəri, Goranboy və Daşkəsən rayonlarındakı problemlərə həsr olunacaq. Rəna Rövşənqızı, Niyəməddin Əşrəfov, BTV.